Qartalın arzusu. Hündür bir dağın təpəsində bir qartal yaşayırmış. Onun yuvası dağın ən uca zirvəsində yerləşən möhtəşəm bir ağacın budaqlarına idi. Qartal təbiətin qüdrətli səsi ilə əhatə olunmuşdu. Küləyin şığırtısı, uca qayaların sükutu və göy üzündə sərbəst dolaşan digər quşların qanad çalması onun hər gününü dolu-dolu keçirirmiş. Qartal yuvasını qoruyar, 4 yumurta qoyar və onlara qayğı göstərərmiş. Bir gün dəhşətli bir səlsələ baş vermiş. Dağ titrəyib yırğalanarkən qartal yuvasındakı yumurtalardan biri yıxılıb aşağı düşmüş. Qismət onu gətirib bir toyuq yuvasına salmış. Toyuq yumurtanın özünə məxsus olduğunu görüb qərara gəlmiş ki, ona xüsusi qayğı göstərsin. Günlər keçdikcə yumurtadan gözəl bir qartal balası çıxmış. Ancaq bu balaca qartal toyuqların arasında böyüdüyü üçün özünü onlardan biri hesab edirmiş. Balaca qartal toyuqlarla oynayır, onların içində gəzir, onların tərbiyəsini qəbul edir və heç vaxt göylərə uça biləcəyini düşünməzmiş. Hər gün sahədə birgədən yeyən toyuqlarla vaxt keçirirmiş. Lakin bir gün göydə bir dəstə qartalın ucalığını görüb heyrətə gəlmiş. Qartallar sərbəst qanad çalır, yüksək dağ zirvələrini fəth edir, buludların arasında üzürmüş kimi görünürdülər. Balaca qartalın ürəyində yeni bir hiss yaranmış. Mən də onların kimi uça bilərəm. Mən də hündürdə uçmaq, sərbəst olmaq istəyirəm. Lakin bu arzunun səsini eşidən toyuqlar istehsallı gülüşlə ona baxmışlar. Onlar deyiblər: Heç də uçmağı arzulama. Sən yalnız toyuqsan, heç vaxt qartallar kimi uça bilməyəcəksən. Bu sözlər balaca qartalın qəlbinə dərindən toxunmuş. O özünü kiçik, zəif və sanki həmişə yerə bağlı hiss etməyə başlamış. Artıq göylərə baxmaq onun üçün kədərli bir əhval-ruhiyyə yaratmış. Hər uçan qartalı gördükcə qəlbi daha da ağırlaşır. Arzusu boşa çıxdığını anlayırmış. Zaman keçdikcə balaca qartal toyuqlar kimi yerə bağlı yaşamağa davam etmiş. Onun ürəyində uçmaq arzusu, qartal qanadlarının qüdrəti daim həsrət olaraq qalmış. Hər gün sahədə dən yeyən toyuqların arasında qəm-kədər ilə gəzmiş. Amma heç kim onun içində yanan əsil qartal ruhunu görməmiş. Nəhayət, balaca qartal uzun ömür sürmüş. Amma göylərdə uça bilmədiyi üçün ürəyi həmişə boş qalmış. Ölüm anında isə o göydə sərbəst uçan qartalları xatırlayaraq öz həyatında heç vaxt gerçəkləşməyən arzularını düşünmüş.